Birinci liqanın 12-ci turunda Mingəçevir öz meydanında Şaxtar Qusarı qəbul edib. Bölgə TV xəbər verir ki, görüşün birinci hissəsinin sonlarında futbolçular arasında dava düşüb. Ehtiyat skamyasındakı oyuncuların da meydançaya daxil olmasından sonra maçda fasilə yaranıb. Hər iki tərəfin də məşqçilər heyəti futbolçuları çətinliklə sakinləşdirib. Bunun ardından maçın baş hakimi qarşılaşmanı yenidən davam etdirib. Oyun 1-1 hesabı ilə başa çatıb. Fikrət Qədimli, BTV.